Avtomobillərin qiymətlərini süni şəkildə artırmaq üsullarından biri də onun kilometrajının geri çəkilməsi, yəni yürüş məsafəsinin azaldılmasıdır. Ustalar hesab edirlər ki, geri çəkilmiş kilometraj təkcə saxtakarlıq deyil, həm də yolda qəsdən fövqəladə vəziyyətlər yaratmaqdır. Bəs, avtomobil alan şəxs belə hallarla üzləşməmək üçün nə etməlidir? Oxaz, Kəzər TV-yə istinadən məlumat verir ki, bəzi avtomobillərin VIN kodu var, amma yoxlanıldıqda heç bir məlumat çıxmır. Xaricdən gətirilərək ölkəmizdə satılan bəzi avtomobillərdə bu problem aşkarlanır. Ustaların sözlərinə görə, bəzi işbazlar uzun müddət istifadə edilmiş, vuruğu olan avtomobilləri rahat satmaq üçün bu üsuldan istifadə edirlər. Belə hallara ən çox ABŞ və Cənubi Koreya bazarından satış məqsədi ilə gətirilən avtomobillərdə rast gəlinir. Yürüşü çox olduğuna görə, alverçilər ucuz qiymətə aldıqları həmin nəqliyyat vasitələrini ölkəyə gətirib kilometrajını azaltmaqla satışa çıxarırlar. Hətta 15-17 dollar ödəyərək avtomobilin keçmişini də sildirirlər ki, alıcı məsələdən xəbərsiz qalsın. Avtomobil elektriki Xaliq Əliməmmədovun sözlərinə görə, avtomobillərin keçmişi ilə bağlı məlumatlar bir çox saytlardan silinsə də, servis sistemində qalır. Xaliq Əliməmmədov bildirir ki, xüsusi texniki müayinədən sonra bəzi avtomobillərin kilometrajının nə qədər geri çəkildiyini müəyyən etmək mümkündür. Ustaların fikrincə, avtomobilin yürüş məsafəsinin çox olması gələcəkdə texniki problemlərin ortaya çıxa biləcəyindən xəbər verir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər kilometrajı saxta yolla geri çəkməyə və maşının qiymətini süni şəkildə artırmağa çalışırlar. Odur ki, avtomobil alarkən bu nüansların yoxlanılması vacibdir.